Hər birinizi salamlayırıq. Mən Zaur. Və mən Xəyalə. Sizi 3 qat iplik verilişində xoş gördük. Bu verilişlərdə biz ailə münasibətlərinin bir çox nüanslarına toxunacağıq. Və həqiqətən də bir çox mövzular haqqında danışacağıq. Doğrudan da gözəl mövzulardır və hər bir mövzu özünə görə aktualdır. Və mən sizi dəvət edirəm bugündən etibarən bizim verilişlərimizi izləmək. Çünki çox gözəl verilişlərimiz olacaq. Bugünkü mövzumuz həqiqətən də çox maraqlı bir mövzudur və doğrudan da aktualdır və bütün dünyada bu mövzu hər bir insan üçün vacibdir. Bu mövzu ailədə sonsuzluq mövzusudur. Həqiqətən də Xəyalə, bu sonsuzluq mövzusuna gəlincə, mən bir anlıq başladım düşünməyə. Bilirsən, dünyada bir çox insanlar bu sonsuzluq problemlə rastlaşırlar və həqiqətən də o problemi görəndə insanlar bir anlıq çaşqınlıq içində olurlar. Niyə? Çünki mən görmüşəm ki, insanlar, məsələn, 2 ailədir, gəncdirlər, ailə qruplar və artıq 3 ildir, 4 ildir, 5 ildir onların uşaqları olmur. Və bu başlayır onları narahat eləməyə. Həqiqətən də bizim elimizdə də həqiqətən belə bir söz var ki, hər bir gəlin övlad dünyaya gətirməlidir və bir çox ailələrdə də həqiqətən də toy olanda nə deyirlər? Allah xoşbəxt eləsin və qoşa qarısınlar və arzuları da odur ki, hər bir valideyn arzulayır ki, gələn il bu evdən uşaq səsi gəlsin, elə deyilmi? Amma maraqlıdır. Müqəddəs kitaba biz müraciət eləyəndə, ilkin olaraq yaradılışa müraciət eləyəndə biz görürük ki, Allah birbaşa həm Adəmə, həm Həvvaya belə bir söz deyir. Və deyir ki, Allah onlara xeyir-dua verərək dedi, törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun. Bu, Yaradılış kitabı 1-ci fəsil 28-ci ayədə keçir. Və maraqlıdır ki, həm kişi, həm qadın bununla rastlaşır. İstər Adəm və Həvva, istər bugünkü gündə biz insanlar, hansılar ki biz hamımız Adəm və Həvvadan törənmişik və onların övladlarıyıq. Amma maraqlıdır, Allah xeyir-dua verir. Allahın xeyir-duası arxasında dünyaya gələ biləcək bir körpə durur. O da bir xeyir-duanın bir hissəsidir, elə deyilmi? Və biz görürük ki, Allah birbaşa deyir ki, törəyin və çoxalın. Yəni, ailədə mütləqdir ki, övlad olmalıdır. Övlad o nəsli artıran bir şəxsdir. Övlad o ailənin sevincidir. Övlad ailə üçün böyük bir xeyir-duadır. Ələxüsusda ki, o övlad əgər ailəyə sevinc gətirəcəksə. Və mən istəyərdim bir balaca, yəqin ki, tamaşaçılarımıza da maraqlı olar ki, nəsil yetişdirmək və gələcəyə nəsil gətirmək latınca fertilit sözündən əmələ gəlir və bu münbüt deməkdir, yəni bəhrə deməkdir və nəslin çoxalma qabiliyyəti insanın əsas fizioloji funksiyalarından da biridir. Və biz baxanda bugünkü mövzumuz sonsuzluq haqqındadırsa, bu tamamən o münbütlüyə, o insanların, belə deyək, 2 sevən insanın bəhrəsinə tamamən zid olan bir şeydir. Sən necə fikirləşirsən, tibbi tərəfdən bu sonsuzluq hardandır, necə əmələ gəlib? Çünki biz bu günləri görmüşük. Həqiqətən də dünyada nə qədərsə faiz statistikaya əgər baxsaq, nə qədər faiz insanlar bundan əziyyət çəkirlər. Görəsən bunun bədəli nədir? Bunun ümumiyyətlə hardan əmələ gəlib? Bir balaca bu haqda danışa bilərsən. Deməli, mən indi sizə sonsuzluğun tibbi cəhətdən, tibbi tərəfini başa salmaq istəyəcəm. Deməli, sonsuzluq nə deməkdir? Sonsuzluq bir il ərzində qorunmadan, yəni heç bir qoruyucu vasitədən istifadə etmədən, regular sayda, yəni nizamlı olaraq cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin meydana gəlməməsinə deyilir. Deməli, evli cütlüklərin 10-15%-də sonsuzluğa rast gəlmək olur. Bu sonsuzluq həm birincili ola bilər, həm də ikincili. Birincili o deməkdir ki, yəni hamiləlik heç bir zaman baş verməyib. İkincili sonsuzluq isə o deməkdir ki, yəni birinci dəfə baş verib, lakin sonradan valideynlər istəyir yenidən uşaqları olsun və onlarda yəni bu problem yaşanır. Buna ikinci sonsuzluq deyilir.
Deməli, sonsuz cütlüklər, əgər sonsuzluq varsa ailədə, hər iki cütlük müayinə olunmalıdır. Yəni, bu problem həm qadında ola bilər, həm kişidə ola bilər. Ona görə də onlar hər ikisi müayinəyə getməlidir və yoxlanılmalıdır həkimlər tərəfindən. Əgər bir il ərzində övlad sahibi olmayan cütlüklər 30 yaşına çatıblarsa, onlar mütləq həkimə getməlidir. Çünki bu artıq ciddi bir nasazlıq sayılır, ciddi bir deməli xəstəlik, problem sayılır. Deməli, problem həm qadın tərəfindən ola bilər, həm də kişi tərəfindən. Ona görə də əgər sonsuzluğun səbəbi qadınlar tərəfindəndirsə, yəni qadına aiddirsə, qadından qaynaqlanırsa, bu qadın sonsuzluğu adlanır. Deməli, qadın sonsuzluğu nədən yarana bilər? Mən bəzi indi problemləri sayacağım, bunların səbəblərini. Birinci, ovulyator disfunksiyadır. İkinci, uşaqlıq borularının keçiriciliyinin pozulmasıdır. Üçüncü, uşaqlıq anomaliyalarıdır. Uşaqlığın zədəli olmasıdır. Uşaqlıq boyunu problemləri də ola bilər. Hormonal disbalans ola bilər bədəndə. Sonra yumurtalığın şiş və kista xəstəlikləri ola bilər. Tiroid vəz problemləri ola bilər. Qadın orqanlarında aparılan hər hansı bir cərrahi əməliyyatlar buna səbəb ola bilər. Bundan başqa xarici faktorlar da rol oynayır. Mən onların bəzilərini sizə saymaq istəyirəm. Siqaret çəkmək, spirtli içkilərin qəbulu, narkotiklərdən istifadə, sonra qadının çəkisinin artıq və yaxud da aşağı olması, bədəndə gedən hormonal problemlər bu sonsuzluğa səbəb ola bilər, stres, yaş faktoru, bunlar hamısı birbaşa sonsuzluğun yaranmasına səbəb olur. Yaş faktorunun rolu çox böyükdür. Yəni, qadın yaşa dolduqca, qadının dünyaya uşaq gətirmə qabiliyyətində azalma müşahidə olunur. Yəni, bu yaş faktoru çox böyük rol oynayır. Ona görə də hər bir, yəni, Allah yaradanda qadını, yəni onun yaşı çox önəmlidir ki, yəni hər hansı bir yaş müddəti var ki, o yaş müddətində yəni uşaq dünyaya gətirmək lazımdır. Kişilərdə isə bəzi infeksion xəstəlikləri mən deyə bilərdim. Həm infeksion xəstəliklər, həm də qeyri-infeksion xəstəliklər sonsuzluğa gətirib çıxarda bilər. Kişilərdə diabet xəstəliyi və yaxud da cinsiyyət orqanlarının travması olanda, sonra kimyəvi və şüa terapiyası, hormonal disbalans, həmçinin kişilər də siqaret, spirtli içki çəkən, qəbul eləyəndə, narkotik vasitələr, bütün bunlar birbaşa hamısı sonsuzluğa səbəb olan əlamətlərdir. Və ona görə də mən deməli, məsləhət görərdim ki, qadınlar ildə bir dəfə ginekoloji müayinədən keçsinlər, qan analizi versinlər, hormonlarını yoxlasınlar və bütün bunlar nəyə görə vacibdir ki, erkən diaqnoz qoymağa, yəni hər hansı bir xəstəliyin erkən diaqnozunu qoymağa çox böyük rol oynayır və bunun nəticəsində sonsuzluğun qabağını almaq olar. Deməli, bəzi xəstəliklər məsələn cinsi yolla keçir, həm kişilərdə, həm qadınlarda. Bu cinsi yolla keçən xəstəliklər də sonsuzluğa gətirib çıxardır. Ona görə də qoruyuculardan istifadə etmək çox münasibdir. Sonsuzluqdan digər xəstəliklər kimi həm əzab, həm də əlilliklə müşahidə olunmur. Yəni, bu xəstəlik insana əzab vermir, yəni əlilliklə müşahidə olunmur. Bu, insanın daxilinə təsiridir. Bu, insanın ailəsində problem yaradır. Cəmiyyətdə yəni, problem yaradan bir haldır. Doğrudan da xeylə çox maraqlıdır və tibbi nöqtə nəzərindən biz başa düşürük ki, bu artıq bir aktual problemdir. Və indiki həyatımızda, bugünkü müasir dünyamızda baxmayaraq ki, hər bir vasitə var və elm, tibb o qədər irəliləyib, amma bunun qarşısını almaq üçün və belə deyək, Allahın insana həvalə etdiyi, yəni onlar birləşəndən sonra dünyaya evlad gətirməyi belə tibb bunun qarşısını ala bilmir. Əgər övlad olmursa, bunu tibbi nöqteyi nəzərdən də mümkün etmək çox çətin olur. Bunu nədən söyləyirəm? Çünki biz gördük ki, Adəm və Həvva günah edəndən sonra bu bilavasitə bütün insanlara yeridi. Yəni, günah nə dərəcədə insanın dünyaya evlad gətirməsinə belə təsir etdi. Niyə görə bunu söyləyirəm? Çünki maraqlıdır.
bəzi anlarda biz müqəddəs kitabı oxuyanda, yaradılış kitabında belə ayələr var, belə yerlər var ki, hardakı Allah birbaşa müqəddəs kitab vasitəsilə bizə deyir ki, mən onun bətnini bağladım. Bunu Allah deyir. Amma Allah elə belə söz demir heç açan. Allahın sözü boş deyil və o sözdə həmişə məna var. Yəni Allah necə ki evlad payı verir, çünki evlad Allahın payıdır və eləcə də o payın qarşısını alan da Allahdır və bunda da səbəblər var. Və mən bu günləri həmin o səbəblərdən danışmaq istəyirəm ki, niyə? Çünki biz ilkin olaraq yaradılış kitabda baxanda biz görürük ki, orada Allah deyir ki, mən sənə xeyir-dua verəcəyim. İstər İbrahim peyğəmbərə, istər İshaqa, istər Yaquba. Yəni Allah xeyir-dua verir. Amma maraqlıdır ki, artıq yaradılış kitabının ilkin fəsillərindən biz görürük ki, İbrahim peyğəmbərin övladı olmur. Onun həyat yoldaşı Saranın neçə il övladları olmur. Və hətta İshaqın da belə həyat yoldaşında onun yenə də bu problemlə rastlaşdığı və Rəhilənin özü də belə Yaqubun yoldaşı, o da həmin problemlə rastlaşır. Və maraqlıdır ki, əgər Allah deyirsə ki, törəyin və çoxalın, yəni mən sizə xeyir-dua verirəm, bəs necə olur ki, bu peyğəmbərlərin atasıdır, İbrahim peyğəmbər. Amma niyəsə onun övladı olmur və bir neçə müddət qısır qalır Sara. Bunun problemi nədir? Bu vəziyyətinin açarı hardadır? Və biz bir şey anlayırıq. Bəzən olur ki, həyatımızda Allah bizi yoxlayır. Bəzən Allah istəyir ki, bizim ürəyimiz ona tərəf yönəlsin. Biz ona müraciət eləyək. Bizim etibarımız da Rəbbə olsun. Və mən həqiqətən də bu günləri bizi dinləyən insanlara da bunu müraciət eləmək istəyirəm ki, baxın, müqəddəs kitabda yazılıb və Rəbb birbaşa 18-ci fəsil 10-cu ayədə gəlir və İbrahimlə danışır. Yadındadırsa, Mamre palıd ağacının altında o üç şəxsiyyəti görür və həmin anda Rəbb Allah onu ilə danışır və görün nə deyir. Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm, onda arvadın, Saranın bir oğlu olacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, Rəbb Allah qarışır hər bir belə məsələyə. O da niyə görədir? Çünki İbrahimin inamı tükənmədi. Baxmayaraq ki, İbrahimin artıq 99 yaşı var idi, Saranın artıq 90 yaşı var idi və onlar üçün artıq dünyaya evlad gətirmək məsələsi bitmişdir. Bugünkü gündə mən elə bir ailə tanımıram ki, 40 yaşından yuxarı, 50 yaşından yuxarı, biyaxları sən özün də vurğuladın ki, yaş amili var. Amma Allah üçün mümkün olmayan bir şey varmı? Bir çox insanlar qaçırlar həkimlərin dalıca. Düzdür, həkimə müraciət etmək lazımdır, mən razıyam. Amma hər bir şey Allahın əlindədir. İnsana o payı verən də Allahdır. İnsanı bətnində quruluş verən Allahdır. Bunu müqəddəs kitab bizə deyir. Və biz bir şey anlayırıq ki, əgər bu günləri biz bu problemlə rastlaşmışıqsa və 1 ildir, 2 ildir, 3 ildir, 4 ildir övladımız olmursa, bu bir anlıq dayanaq və baxaq görək, görəsən problem nədədir? Görəsən biz nəyi düz etmirik? Həqiqətən də əgər Allah diridirsə, biz ona müraciət etməliyik. Biz ona dua etməliyik. Biz ona müraciət edib sual verməliyik ki, ya Rəbb, niyə bu baş verir? Niyə bu problemlə biz rastlaşdıq? Həqiqətən də mən neçə ailə tanıyıram. Hansıların ki, hələ də övladları yoxdur. Onlar neçə ildir ailə qrupları, eləsi var 7 ildir, 8 ildir, 10 ildir. Amma elə ailələr var ki, 6-7 il idi onların övladı olmurdu və onların ümidləri kəsilmişdi, amma onlar dualarını dayandırmırdılar. Onlar daima dua edirdilər, Rəbbə müraciət edirdilər və 7-ci il Allah onlara övlad verdi. Və siz təsəvvür edirsən, nə qədər sevinc var idi. Amma maraqlıdır, o 7 il ərzində nə baş verdi? 7 il ərzində bu iki insan biri-birinə qarşı münasibəti yaxşılaşdı mı, yoxsa pisləşdi mi? Onlar bir-birini sevirdilərmi,
Yoxsa bir övlada görə ki, övlad yoxdur deyə onlar bir-birlərindən soydularmı? Və yaxud onların münasibətləri möhkəmləndimi? Yoxsa əksinə onların daha çox bir-birinə belə deyək də narazılıqları əmələ gəldi? Fərqli-fərqli vəziyyətlərdir, amma Rəbb eynidir. Fərqli-fərqli insanlardır, amma yenə də deyirəm, Rəbb eynidir. Rəbb bəzən sınayır bizi. Rəbb bəzən yoxlayır bizi. Bəzən də mən öz ağsaqqalımdan, pastorumdan bu sözü eşitmişdim. Bilirsən, nə qədər yetimxanalarda övladlar var, uşaqlar var. Onlar haqqında, onların qeydinə qalan insanlar lazımdır. Bəzən Allah bətni bağlayır ki, sən bir övladı götürəsən və ona qulluq eləyəsən, onu öz övladın kimi böyüdəsən. Mən elə bir ailələr də tanıyıram, hansılar ki, müraciət ediblər yetimxanalara, kimsəsiz evlərə və o övladları götürüblər, körpəlikdən böyüdüblər və Rəbb Allah onlara övlad verib. Niyə? Çünki Rəbb bizdən bunu istəyir. İstəyir ki, biz aramızda olan sevgini övladla bölüşək. Bizdə nə qədər o sevgi varsa başqa övlada bölüşə bilsək, Allah bizim ürəyimizə baxıb, o vəziyyətimizə baxıb Allah övlad verər. Mən müraciət edirəm bu günlər o insanlara. Qoy Rəbdən ümidlərini kəsməsinlər. Həqiqətən çox vacibdir. Və bu problem əslində bugünün problemi deyil. Bu problem artıq əsrlər boyu gedən bir mübarizədir. Çünki iblis ailədə övladın doğulmağını istəmir. Və biz bunu müqəddəs kitabda da belə görürük ki, bir çox hallarda qanun kitabında yazılmışdır ki, əgər həyat yoldaşı dünyasını dəyişibsə, yəni kişi xeylağı dünyasını dəyişibsə, qardaş onun nəslini artırmalı idi və davam etdirməli idi. Amma maraqlı idi ki, elə bir yerlər var ki, harada ki, qardaş o vəzifəsini yerinə yetirmir və övladı dünyaya gətirməyə maneçilik törədirdi və öz toxumunu qırağa verirdi deyə Allah onu oradaca öldürdü. Bu nədəndir? Ona görə ki, o birinci növbədə qanunu pozurdu, ikinci növbədə də dünyaya gələ biləcək övladın qarşısını alırdı. Və bugünkü gündə əgər biz baxsaq, nə qədər insanlar həqiqətən də o dəhşətli bir sözdür. Mən o sözü söyləməyə də belə pis oluram. Gedirlər və doğratdırırlar övladlarını bətninlərində. Amma elə övladlar da, elə ailələr də var ki, hansıların ki övladı yoxdur. Onlar həsrətindədirlər onun. Bu çox böyük bir problemdir. Və mən istəyərdim növbəti bir məsələyə də toxunum ki, bu surrogat analıqdır. Yəni, başqa bir uşağı götürüb yetimxanadan, kimsəsiz uşağı götürüb öz övladın kimi böyüdə bilərsən. Və bunun da, bu hərəkətin Allah tərəfindən xoş və gözəl münasibətlə sənə tərəf olmaq o xeyir-duadır, böyük xeyir-duadır. Əgər sən kimsəsiz övladı götürürsənsə, öz övladın yoxdur, amma başqa uşağı götürüb böyüdə bilərsən. Və mən də biraz danışmaq istəyirəm müqəddəs kitabda kimlər ki, deməli, hansı peyğəmbərlərin yoldaşları sonsuz idi. Məsələn, mən misal çəkə bilərəm. İbrahim, İshak və Yaqubun həyat yoldaşlarından da başqa qadınların, bu qadınlardan başqa da qadınların sonsuzluqdan əziyyət çəkdiklərindən danışacağam. Bu qadınlar kim idi? Deməli, Şimşonun anası, Hanna. Şamuyelin anası, Hanna. Onlar sonsuzluqdan sağalmaq üçün gecə-gündüz Rəblərinə dua edirdilər. Və bundan başqa yeni əhddə biz görə bilərik ki, Yahya peyğəmbərin anası Yelizaveta idi, sonsuz idi. Və bütün bunların qarşısını alan və bətnləri açan yalnız Rəbdir, Rəbbimiz İsa Məsihdir. Və istər əhdə ətiqdə, istər İncildə, istər də indiki dövrdə ümumiyyətlə kim ki, hansı qadın ki sonsuz olur, doğa bilmir, o qadınlara elə bilirsiniz necə münasibət bəsləyir hamı, elə bir ki, Allahın qəzəbinə gəlib, ya da ki, elə deyirlər ki, bu qadın lənətlənib Allah tərəfindən. Yəni, insanların fikir düşüncələri belədir sonsuz qadınlar haqqında. Amma bu həmişə belə deyil. Bəli, bu həmişə belə deyil. Amma bir sözlə demək istəyirəm ki,
müqəddəs kitab bizə göstərir ki, sonsuz cütlüklərin istirablarına yalnız İsa Məsih son qoya bilər. Yəni insan düzdür, gedə bilər həkimlərə müraciət edə bilər, amma ən sonda insan dizlərini atmalıdır Rəbbinin qarşısında, yəni öz inandığı Rəbbinə, İsa Məsihə qarşısında dizlərini qoyub ona dua etməlidir və Rəbbimiz onun duasını, hər bir qadının duasını eşidib, onun bətnini açıb, bətnini xeyir dualı edib, bərəkətli edib, onu o sonsuzluqdan, o vəziyyətdən çıxarda bilər. Bəs sən nə fikirləşsən Zaur? Sən yenə nə danışa bilərsən bu haqda? Ümumiyyətlə, mən sən deyəndə bir şey yadıma düşdü. Çünki ümumiyyətlə bizim elimizdə, obamızda insanlar övlad haqqında düşünür. Və ilk növbədə hətta qohumların arasında da belə övlad olmayanda ailədə ana, yəni söhbət o ailə, o cütlüyün valideynlərindən söhbət gedir. O insanlar başlayır narahat olmağa. Və qonşuda, qohum-əqrabada başlayır söhbətlər. Və mənə elə gəlir ki, sən bir yaxları elə bir insanın adını çəkdin ki, bu Şamuel Peyğəmbərin anasıdır. O insanın da həyatında bu cür problem var idi. Çünki onun övladı olmurdu. Düzdür, onun ərinin başqa bir arvadı var idi. Amma onun övladları var idi deyə o da ona yuxarıdan aşağı baxardı. Və bizdə də elimizdə belə bir şey var ki, əgər qadın doğmursa, deməli o qadında nəsə problem var. Və yaxud o qadın nəsə düzgün adam deyil və yaxud günahkardır. O insan haqqında bir çox dedikodu başlayır gəzməyə və bu qadın üçün çox böyük bir problemdir. Və eləcə də mən görürəm ki, Hannanın da həyatında bu var idi. O doğrudan da çox dərdli idi və o düzgün ünvana gedir. O gedir məbədə. Və mən niyə görə bunu söyləyirəm? Çünki Azərbaycanda da, bizim ölkəmizdə bir çox insanlar inanır ki, İsa Məsih övlad verə bilər. İsa Məsih bağlı bətinləri açır. İsa Məsihə kimlər müraciət eləyirlərsə, onlar gəlirlər, istəyirlərsə, mütləq o onlara verir, möcüzə edir, bağlı bətnləri açır. Və illər boyu biz bunu danışırıq. Biz insanlara bu haqda deyirik. Amma bilirsən problem nədədir? Bir çox insanlar gəlir. Hətta məbəddə onlar bu haqda eşidirlər. Gəlirlər, Rəbb onlara övlad verir. Amma onlar sonra qayıdır və öz həyatlarını davam etdirirlər. İsa Məsihə buna görə şükür edib ona ibadət etmirlər. Sadəcə olaraq övlada görə gəlirlər. Rəbb də bunu bilir. Bəzən də olur ki, Rəbb bətini bağlayır və qoymur. Həqiqətən də biz bir çox vəziyyətləri araşdırırıq. Hətta elə insanlar da var ki, hansılar ki, planlaşdırırlar. Öz həyatlarını elə planlaşdırırlar ki, mən hələ ki evlad istəmirəm. Amma vaxt gələr, Allah sənə istəyirdi evlad versin. Sən isə deyirsən ki, mən hələ hazır deyiləm, ay nə bilim, mənim hələ işlərim, güclərim var, mənim karyeram var, mənim xidmətlərim var, mən gələcəkdə nələrsə edəcəyəm. Amma belə deyil. Vaxt gələr, evlad istəyəcəksiniz, amma evlad verməyəcək. Evlad həqiqətən də bugünkü gündə böyük bir nəticədir. Evlad bugünkü gündə xeyir-duadır. Və kimlər ki, evlad istəyirlər, onlar Rəbbə müraciət etməlidirlər. Rəbb verəcək o evladı. Və mən istəyərdim xeylə, bugünkü gündə o insanlar üçün sən dua edəsən. Dua edəsən ki, Rəbb o insanlara evlad versin. Və gəl birlikdə bugünkü gündə bizi dinləyən hər bir tamaşaçıya biz bu müjdəni çatdıraq ki, onlar Rəbbə müraciət etsinlər. Onlar Rəbbə tərəf dönsünlər və Rəbdən istəsinlər. Dua edək bu haqda. Kimlərin ki, övladı yoxdursa, Rəbb onlara övlad versin. Ya Rəbb İsa, sənə minnətdarıq bugünkü günə görə. Minnətdarıq İsa Məsih ki, sən bizim atamızsan, Rəbbimizsən. Sənə hər bir şeyə görə şükür edirik. Sənə yalvarıq atacan, gəl aramıza. Biz indi elə bir mövzuya toxunduq ki, həqiqətən bu dünyada və qadınlar bundan çox əziyyət çəkir, bu sonsuzluq problemindən. Sənin önünə gətirir, sənə yalvarırıq İsa Məsih. Nə olar eşit dualarımızı. Xeyir dua ver hər bir ailəyə, hər bir qadına, kimlər ki, övlad istəyir. Sən bilirsən ki, ata, sən özün deyirsən ki, övlad səndən gələn bir paydır, hədiyyədir. Yalvarıram, bu xeyir duanı hər bir ailəyə bəxş elə İsa. Xeyir dua ver ki, hər bir ailədən uşaq səsi gəlsin İsa Məsih. Hər bir ailələri sevindir, kimlər ki, uşaq üzünə həsrətdir. Yalvarıram sənə İsa Məsih, iblisə qadağan et.
Hər bir ailədə öz hökmranlığını qur. Hər bir ailədə öz xeyir-duanı ver sənin. Əllərin, nəzərin hər bir ailənin üzərində olsun. Hər bir ailəni sevindir və xeyir-dua ver ki, hər bir ailədən çoxlu uşaq səsi gəlsin və bacı qardaşlar çoxalsın ata. Yalvarıram, bu sonsuzluq problemini kökündən kəs, kökündən həll elə və hər bir qadının çarəsi, təsəllisi sən ol İsa Məsih. Hər birinə sən xeyir-dua ver. Bağışla bizləri və minnətdaram ki, sən bizi sevirsən, sən bizim atamızsan. Şükürlər olsun sənin uca isminə. Bağışla və sən izzətlən. Ata, oğul və müqəddəs ruh adı ilə. Amin. Hər birinizə xeyir-dua arzuluyuruq. Bugünkü bu mövzumuz artıq bitir. Amma gələn verilişlərdə başqa mövzular haqqında danışacağıq. Rəbb sizin hər birinizi qorusun. Rəbblə qalın. Sağ olun.